Baxaq reading-ə. Unit 9. Reading-də mən nəzərə alıram ki, siz bu teksti artıq oxumusunuz. Birinci oxuyursunuz. Sonra keçirik çalışmalarını işləməyə. Birinci çalışma həmişə mətnin nə haqqında olduğunu soruşur. Siz burada ola bilər ki, variantların içərisində burada olan fikirlər paylaşılmış olsun. Məsələn, celebrating achievements with friends. Baxıram ki, burada da var. Celebrate achievements. Gördünüz, eyni sözü götürüb o cavabı yapışdırmırsınız. Burada əsas məsələ odur ki, elə variant seçmək lazımdır ki, teksti oxumayan adam həmin variantı oxuyan kimi başa düşsün ki, burada söhbət nədən gedir. Biz teksti oxuduq. Burada deyir ki, dostlar necə olmalıdır, dostu harda tapmaq lazımdır, dostlar bir-birlərindən çətin və xoş zamanlarda nə edirlər, oyun oynayırlar, bla 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 bla. Burada bizə dostu necə tapmaq lazımdır dedimi? Dostlar harda olur əsasən dedimi? Burada hörmətin önəmindən danışdımı? Burada ancaq oyun oynanmaqdan danışdımı? Yox. Hamısına müəyyən qədər toxundu, vurğuladı o fikirləri. Amma ümumilikdə söhbət nədən gedir? Əsl yaxşı dostluğun xarakteristikasından. İkinci, which of the following is false? Mətnə əsasən bizdən səhv cümləni istəyir. Yenə də deyirəm, siz eyni sözləri təkrar görə bilərsiniz, amma diqqətli olmaq lazımdır. Götürüb həmin dəqiqə həmin cümləni yapışdırmaq lazım deyil. Həqiqətən bu fikir səhvdirmi, düzdürmü baxmaq lazımdır. Ola bilər eyni sözlərlə ifadə edilmiş olmasın, amma məna eyni olsun. Bir dənə söz var, paraphrase. Görüm, əd eləyə biləcəm? Yox, eləyə bilmədim. Baxın bu, paraphrase. Bu nə deməkdir? Eyni fərqli sözlərlə eyni mənanı ifadə etmək. Siz də buna diqqətli olursunuz. Reading sizin üçün biraz çətinləşdirilmiş formadadır. 5-ci sinif səviyyəsində deyil, eyni sözlərlə eyni fikri ifadə eləmir. Fərqli sözlərlə sinonimlər, antonimlər işlədəcəkdir. Tamam mı? Səhv olanı axtarırıq. D variantına baxın. Dostluq sadəcə oyun oynamaq və əyləncədən deməkdir. Əlbəttə ki, yox. Biz orada danışdıq mehribanlıqdan, hörmətdən, inamdan. Belə şeylər vurğuladıq. Təkcə əyləncə ilə dostluq olmaz axı. 3. Düzgün variantı seçəcəyik bu dəfə. Düzgün cavab axtarırıq. Dostluqda ən önəmli olan nədir? Important in a good friendship. Trust, inam, bəli. Being oneself, özün olmaq, bəli, bunlar önəmlidir. Keçək 3-ə 4-ə baxaq. Playing games together. Birlikdə oyun oynayarsan, amma bu dostluğun özəyi deyil axı, ən önəmli şey deyil. 4-ə baxıram. Being disrespectful, hörmətsiz olmaq. Əlbəttə ki, bu yaxşı dostluqda hörmətsizlikdən söhbət gedə bilməz. 4. Which statements are true? Yenə düzgün axtarırıq. True friends reject us for who we are. Bizim kim olduğumuza görə dostlar bizi rədd edirsə, artıq burada əsl dostluqdan söhbət gedə bilməz. Baxın 2-yə, eyni bu paraphrase dedimi? Baxın, help is proposed through difficult times. Offer support during tough times. Support, help, offer, propose. Tough times, difficult times. During, through. Gördünüzmü? Sinonimlərlə, fərqli sözlərlə eyni mənanı ifadə edib. Çətin vaxtlarda kömək təklif etmək. 2 düzdür. True friends make each other feel down. Feel down enerjisini aşağıya çəkmək, özünü pis hiss elətdirmək. Həqiqi dostlar belə şeylər eləmir uşaqlar. Onlar naborot, əksinə əhvalı qaldırırlar. Friends can be found in various places. Bəli, müxtəlif yerlərdə artıq dostlar tapıla bilər. Sosial mediada, qonşuluqda, məktəbdə, küçədə, hər yerdə. Deməli, nə oldu cavabımız? 2 və 4. Burada da 5-cidə də bizdən tamamlamağı istəyir. Having friends makes life happier and great. 2 dənə şey istəyir, bizdə də 1 və 3. Challenging, belə dalaşmalı, vuruşmalı, yəni məcazi mənadadır. Yəni sən hər dəqiqə çalışmaq məcburiyyətindəsən. Nəyinsə öhdəsindən gəlməyə. Competitive. Dostlar bir-birinə yarışmaz. Əksinə onlar bir-birinə dəstək olar və ikisi də uğur qazanmağa doğru gedər. Frustrating, qarışıq, bu da olmaz.